birinci sinifdə 17 yaşlı insanlar gəlir bizim yanımıza. 10 deyil, 20 deyil. Heç biri danışa bilmirsə, imtahanı verir, universitetə girir, keçir, testlərdən keçir, amma danışa bilmirsə, mən neynirəm onun bu qrammatikanı əzbərləməyini? Bax, mən neynirəm? Əgər bu insan bir dükana girib, bu neçədir, mənim başım ağrıyır deyə bilmirsə, mən neynirəm 11 ilin o proqramı? Lena, bu Təhsil Nazirliyinin problemi deyil axı. Niyə? Metodikanı kim yazır? Çox qəribə bir şeydir. Bu qəribə yanaşmadır. Nəyə görə? Sən Azərbaycanda yaşayırsan. Aha. Sən Rusiyadakı Azərbaycan məktəbi deyilsən. Sən Azərbaycanın içində Azərbaycan məktəbisən. Azərbaycan vətəndaşsan. Nəzərdə tutulur ki, sən a priori bu dili bilirsən də. Bilmirsən də, Olivera. Bilmirsən də. O məktəb Azərbaycanda Azərbaycan dili dərsliyi ilə, nə bilim nə ilə öyrədilməli deyil. Sən sadəcə olaraq həyatda düşüb uşağı, məsəl üçün valideyn uşağını ötürməlidir ki, get həyatda bu topu qov uşaqlarla. Həyata düşən var indi. Realda, idealda belə olmalıdır. Razıyam. Belədirmi? Yox. Deməli, bu insanlar sadəcə olaraq danışmır Azərbaycanca. Dili öyrənmək üçün danışmaq lazımdır. Olivera, çevrədə danışmaq lazımdır. Sən bilirsən indi nə qədər insan dünyada, mənim bizə nə qədər tələbəm var, dünyada, hansı ki, Azərbaycan dilini öyrənmək istəyir. Və mənə qədər bir 7 müəllimlə məşğul olublar və danışa bilməyiblər. Lena, bunlar niyə danışmırlar? Bilmirəm. Ən əsas səbəb odur, niyə danışa bilmirlər? Deyirsən, istəmirlər, istəyirlər. İstəmirlər, davranış qaydasını dəyişmək lazımdır. Mənə inan sən niyə ki, danışırsan? Sən Ukraynsan, sağdan, soldan, hər tərəfdən sən Ukraynsan. Sən niyə danışırsan? Mən uşaqlıqdan o mühitdə idim, onların mühiti yox. Mühitimiz halda, demək mühit olmalıdır da. Bəs neynəsə, yoxdur da mühit.